Bu da bəyənmədiyimiz Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi. Vəkilin hüquqlarını vəkillər və vəkillik fəaliyyəti haqqında qanundan, Azərbaycan Respublikası Konstitusiyasından və vəkillərin etik davranış qaydaları haqqında əsasnamədən daha çox qoruyur. Ümumiyyətlə, təkcə vəkil vətəndaşa qarşı deyil, eyni zamanda vətəndaş da vəkilə qarşı qanunsuzluq edə bilər. Bu zaman konfidensiallıq, məlumatların gizliliyinin qorunub saxlanılması prinsipi vəkilin vətəndaşa qarşı əlini qolunu bağlaya bilər və onu müdafiəsiz qoya bilər. Məhz bu səbəbdən Cinayət Prosessual Məcəlləsinin 92.10.2-ci maddəsinə əsasən müdafiəni lazımi qaydada həyata keçirməməsinə görə vəkilin məsuliyyət məsələsi həll edilərkən, müdafiə olunan şəxsin dəlillərinin təksib edilməsi ilə əlaqədar vəkil ona məlum olan məlumatlardan müdafiə etdiyi şəxsin mənafeyi ziddinə istifadə edərək onları yaya bilər. Qanunvericilik bazamızda olan məhz bu tək yeganə norma vəkili vətəndaş qarşısında qoruya bilər. Bir çox hallarda vətəndaşlar arxayın düşürlər ki, onsuz da vəkil onlara verilən məlumatları yaya bilməz, onların əleyhinə istifadə edə bilməz. Ancaq bu belə deyil. Yəni, əgər vəkilin özünü ittiham edirsinizsə, ona verilən məlumatları özünü müdafiə məqsədi ilə sizə qarşı istifadə edə bilər. Amma bu məlumatları yaymağında müəyyən bir sərhədləri var, yəni onu ictimailəşdirə bilməz. Sadəcə müvafiq qurumlar qarşısında, məsələn, vəkilin məsuliyyət məsələsi həll edilərkən intizam komissiyası qarşısında həmin məlumatlardan istifadə edə bilər, həmin məlumatları yaya bilər və özünü sonadək müdafiə edə bilər. Diqqətiniz üçün təşəkkür edirəm.